Saçın insanı necə 65 yaşdan 35 yaşa endirəcəyini görəndə şok olacaqsınız. Bu videoya baxmayanlar qardaşın yaşını eşidəndə inanmayacaqlar. Haluk abi videomuzu Instagramda görüb Amerikadan gəlmişdi. Uzun müddətdir həyat yoldaşımla sizin videoları izləyirik. Məsafə çox uzaqdır deyə Amerikadan Azərbaycana tez-tez gəlib getmək olmur. Qardaşdan soruşdum ki, bəs Türkiyədə də protez saç var. Nəcəb ora getmədiniz, Azərbaycana gəldiniz? Evet, protez saç Türkiyədə də çox yaygın. Sizin videolardakı danışığınız məni daha çox etkilədiyi üçün Azərbaycanda yaptırmaya qərar verdim. Haluk abidən soruşdum ki, ilk təəssüratınız necədir? Düzün desəm çox tərəddüd edirdim. Birdən bilinər, birdən başımdan düşər deyə. Hal-hazırda bu videonu izləyən dəyərli insan, sizin də fikriniz maraqlıdır. Rəydə yazmağı unutmayın. Amma reallıq tam fərqliymiş. Nə başımdan düşür, nə də bilinir. Olduqca təbii görüntüdür dedi. Abi məndən soruşur ki, bəs mən bunun baxımını necə edəcəm? Narahat olma, sənə öyrədəcəm, özün Amerikada evdə rahatlıqla edəcəksən dedim. Haluk abinin xanımı, siz mənim həyat yoldaşımı Hollywood aktyorlarına oxşatdınız. Mən bu qədər də dəyişiklik olacağını heç təsəvvür etməmişdim dedi. Bu saçla sanki öz hekayəmi yenidən yazdım. Həyatımda ilk dəfədir ki, saçım mənim yerimə danışır deyirdi qardaş.